Sabah 11-ci siniflərin qəbul imtahanıdır. Bilirik ki, uşaqlar hal-hazırda həyəcanlısınız. Biz də həyəcanlıyıq, hə? Sənin yadına gəlir. Həyəcanlıyıq və yadımıza abituriyent vaxtlarımız düşür. Biz də abituriyent olanda təbii ki, imtahan gecəsi çox həyəcanlı idik. Gecə yata bilmirdik falan. İnşallah sizin üçün də gələn il bu həyəcan şirin, tatlı bir həyəcan olaraq yadınızda qalır. Universitetə daxil olduqdan sonra. Universitetə daxil olub, universitetdən şəkillər atarsınız mənə. Həm mən, həm də bacım abituriyent olanda həmişə imtahandan bir gün əvvəl biz Ağşəhərə gəlib, burada gəzirdik stresimizi atmaq üçün. İndi də gəldik və həmin anlar bir növ dejavu oldu. Uşaqlar, sabahki imtahanda da hər birinizə uğurlar. Mən həmişə deyirəm, imtahan həyəcanı imtahan vərəqənizə gələnə qədərdir. İmtahan vərəqənizə gələndən sonra həyəcan olmayacaq, qorxmayın. Lamiyə məni əsəbləşdirməyin, qorxmursunuz. Normal yazıb gəlirsiniz sabah. Qorxmayın, həyəcanlanmayın. Ümid edirəm ki, bütün abituriyentlərin istədiyi kimi olar nəticələri. Hər birinizə uğurlar. İnşallah hər biriniz istədiyiniz ixtisası, istədiyiniz balla qəbul olarsınız. Hər birinizə bolca uğurlar.